Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugünkü mövzumuzda da Vəhabilərin dinə münasibəti barədə müzakirə aparacağıq. Vəhabilərin bugün son zamanlar hiss olunur ki, Əhl-i Beytdən daha çox danışmağa başlayıblar. Bu bir daha ona işarədir ki, 90% müsəlmanı qəlbində, yəni Azərbaycandakı müsəlmanların qəlbində Əhl-i Beyt sevgisi, İmamət məktəbinin sevgisi olduğu üçün bunlar bu günləri təhrif olunmuş formada İmamət məktəbinə, Əhl-i Beyt məktəbinə şərh verməyə çalışırlar. Bu Vəhabi aliminin çıxışına diqqət eləyək. Peyğəmbər sallallahu aleyhi və səlləm vida həccindən geri qayıtdıqda Qədirxumda sahabələrə xütbə vermiş və belə buyurmuşdur. Ey müsəlmanlar! Sizə iki şeyi qoyub gedirəm. Onlardan biri Allahın kitabıdır. O kitabda hidayət və nur vardır. O kitabda buyurulanlara əməl etməklə ondan möhkəm yapışın. İkincisi isə Əhl-i Beytimdir. Sizə Əhl-i Beytimin qeydinə qalmağı tövsiyə edirəm. Hədisdən aydın başa düşülür ki, Quran-ı Kərim hər bir müsəlmana əziz olduğu kimi, Peyğəmbər sallallahu aleyhi və səlləmin Əhl-i Beyti də hər bir müsəlmana əziz olmalıdır. Hər bir müsəlman Peyğəmbər sallallahu aleyhi və səlləmin Əhl-i Beytini tanımalı, onları layiqincə sevməli, onlara layiqli ehtiram göstərməli, adlarını xoş xatirələrlə yad etməli və bir də adlarını çəkəndə onlar üçün dua etməli. Allahdan xeyir, dua, bərəkət diləməlidir. Uca Allah hər bir müsəlmana namaz qıldıqda Əhl-i Beytə salavat deməyi əmr edib. Allahdan onlar üçün bərəkət diləməyi buyurub və beləliklə də onları sonraki nəsillər arasında dillər əzbəri edib. Gördüyünüz kimi bu güya Əhl-i Beytin fəzilətindən danışır. Əslində bunun bu münasibəti Həzrəti Musa ilə şeytanın bir söhbətini yadıma saldı ki, şeytan Həzrəti Musaya deyəndə ki, gəl sənə bir şey öyrədim, Həzrəti Musa etiraz edir. Hətta yaxşı bir şey öyrədim. Həzrəti Musa deyir ki, sənin hər yaxşılığının arxasında bir fitnə var. Bu da həqiqətən belədir. Yəni, Əhl-i Beyt haqqında bu Səqileyn hədisini danışmaqla bu Vəhabi alimi güya özünü Əhl-i Beyt sevər göstərərək Qədirxum hadisəsinin, Səqileyn hadisəsinin hər ikisinin mahiyyətini kənara qoyub insanlara yanlış istiqamət verir. Güya bu elə-belə bir deyim sözdür ki, Əhl-i Beyti sevin, kifayət eləyər. Amma həqiqət necədir? Əslində o hədisi də yalandan sizin üçün oxuyur. Əsli hədisin mənası bu cürdür. Sünən-i Tirmizidə Cabir ibn Əbdullah Ənsaridən nəql olunur. Diqqətinizə çatdırım ki, bu hədis eyni zamanda Səhih-i Müslimdə, eyni zamanda Musnəd-i Əhməd ibn Həmbəlidə, Musnəd-i Dəramidə və sair böyük əhl-i sünnə mənbələrində əks olunmuş bir hədisdir. Hədisin əsli belədir. Cabir ibn Əbdullah Ənsari qeyd edir ki, biz vida həccində Ərəfədə idik. Yəni bu Qədirxuma bunu gətirməklə Qədirxumda baş verən hadisələri tamamilə unutturmaq istəyir. Bu hadisə Səqileyn hadisəsi, iki böyük əmanətin müsəlmanlar üçün, müsəlmanlar üzərinə əmanət olaraq qoyulması Ərəfədə baş verib. Nəinki Qədirxumda. Qədirxumda nələr baş verib, onu növbəti bəstlərimizdə biz qeyd eləyəcəyik. Cabir ibn Əbdullah Ənsari deyir ki, Ərəfə günü biz Ərəfə çölündə Peyğəmbəri gördük ki, dəvəsinə minib insanlara belə xitab elədi. İnni tarikuna fikum Səqileyn və ən təməssəqtum bihi lən tədullu bə'di. Mən sizin aranızda iki böyük əmanət qoyub gedirəm. Əgər onların ikisindən də möhkəm yapışsanız, heç vaxtı məndən sonra zillətə, zəlalətə, azğınlığa düşməyəcəksiniz. Kitabullah,
Hablum memdud mine's-sema ile'l-ard. Onlardan biri Allah'ın kitabıdır, Kur'an-ı Kerim'dir ki, nədir? Onun o hidayət ipi göydən yerə qədər uzanır. Ondan bərk yapışın. Ondan möhkəm tutun ki, yolunuzu azmayasınız. Və itrəti əhl-i beyti. Və ikinci mənim itrətim əhl-i beytimdir. Lən yətəfərrəqə hətta yərəddə aləl-havd. Onlar heç vaxt bir-birindən ayrılmayacaq ta o vaxta qədər ki, hovuzun kənarında, Kövsər hovuzu kənarında cənnətdə mənə qovuşsunlar. Fənduru keyfə təxtəlifuni fiha. Baxın, görün, onlarla necə rəftar eləyəcəksiniz, necə onlarla ixtilaf eləyəcəksiniz. Bunu Peyğəmbər mesaj olaraq verir ki, Əhl-i Beyt və Qur'an bir-birini tamamlayan məxluqlardılar, varlıqlardılar. Əhl-i Beytsiz Qur'anı, Qur'ansız Əhl-i Beyti tanımaq qeyri-mümkündür. Bəs Qur'ana Əhl-i Beytlə yanaşın. Qur'anı Əhl-i Beytlə tanıyın. Baxın, bütün dünya insanları Qur'an-ı Kərimi Əhl-i Beytsiz tanıdığı üçün 73 firqəyə bölünüblər. Bismillahla baş kəsirlər. Amma təkcə Əhl-i Beytlə birlikdə Qur'an tutanlardır ki, zülmün, istibdadın, müstəmləkənin qarşısında durub azadlıq şüarlarını hayqırırlar. Yəni, müsəlmanların nicatı Əhl-i Beyt və Qur'anla birlikdə olmaqdadır. Əhl-i Beyti sevmək Qur'an ayəsidir. Allah Təbarəkə və Teala buyurur ki, mən sizdən muzd istəmədim, yalnız sizdən Əhl-i Beyti məvəddətə fil qurba istədim, Əhl-i Beytimi sevməyi istədim. Bu Quran ayəsidir. Bu vacib bir əməldir. Amma bu hədisdə sırf buyurur ki, Qur'ana Əhl-i Beytlə yanaşın, Əhl-i Beytə Qur'anla yanaşın. Şəxsi təəssüblərinizlə, məzhəb baxışlarınızla, xilafət institutunun yanaşması ilə deyil. Əhl-i Beytə Qur'anla yanaşın, Qur'ana Əhl-i Beytlə yanaşın. Bu iki əmanət bundan ibarətdir. Doğrudan da bugün dünya müsəlmanları Əhl-i Beytdən uzaqlaşıb Qur'ana yaxınlaşdığı üçün zəlil olublar. Bəzi Əhl-i Beyt tərəfdarları Qur'ansız Əhl-i Beyti tutduğu üçün onlar da zəlil olublar. Amma Qur'anla Əhl-i Beyti bir tutanlardılar ki, bugün doğru yoldadılar, hidayət yolundadılar. Allah istəyən kimidirlər, Allah düşmənlərinin qarşısında durublar. Bu mübarək hədis bunu demək istəyirdi. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.